Məlumat verildiyimiz kimi, bugün günorta saatlarında Azərsilah Müdafiə Sənayesi Holdingi GSC-nin strukturuna daxil olan Sənaye Cihaz Elmi İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verməsi nəticəsində İsmailov Adil Balaşoğlu həlak olub. Mətbuat Azın əldə etdiyi xəbərə görə o, ehtiyatda olan mayor olub. O, 1993-94-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin en saylı hərbi hissəsinin tərkibində Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 44 günlük Vətən müharibəsi vaxtı MSN istehsal edilən məmulatların tətbiqi və istismarına etdiyi köməyə görə Dövlət Sərhəd Xidmətinin və Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Ehtiyatda olan mayor İsmailov Adil Balaşoğlu 1969-cu il 3 sentyabrda Yardımlı rayonunun Aris kəndində anadan olub. Ailəlidir, 3 övladı və 4 nəvəsi var. Hazırda həbsdə olan Biləsuvar rayon icra hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb. Bu haqda Günün Sesi.infoya onun yaxınları deyib. Xəbərə görə, penitensiar xidmətin müalicə müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər. Hazırda durumun ağır olduğu deyilən icra başçısının qarın nahiyəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir. Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı da keçirib. Qeyd edək ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-unda Dövlət Təhlükəsizliyi Xidməti DTX tərəfindən keçirilən əməliyyatla həbs edilib. İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu mənimsəmə və israf etmə, 308-1-ci vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 311-3-2-ci təkrar rüşvət alma və 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib. O, 11 azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuşdu. Sonradan yuxarı instansiya məhkəməsi onun cəzasını qismən azaldıb.